Bismillahirrahmanirrahim. Möhtərəm qardaş və möhtərəm bacı, Allah Teala səni qorusun və bərəkət versin. Maklerlik, vasitəçilik və yaxud da ki, fiqh elmində ərəbcə simsar adlanır. Bir nəfər nə isə satır, digər bir şəxs ona müştəri tapmağa kömək edir və əvəzində müəyyən bir pul götürür. Deməli, Şeyx Səmən Ruheldən soruşurlar ki, iki nəfər tanış olur. Birisi o birisinə deyir ki, bir torpaq satılır 40 mindir qiyməti. Çox məsləhətlidir. Təkid edir ki, onu alsın 40 minə. Və həqiqətən də o birisi adam bunu alır 40 minə. Üzərindən bir il keçəndən sonra alıcı xəbər tutur ki, sən demə bu torpaq 40 min deyilmiş, 20 min imiş. Deməli, həmin o bunun dostu, yoldaşı 20 minlik torpağı 40 minə buna təqdim eləyib, əvəzində 20 min özünə götürüb. Şeyx cavab verir, deyir ki, həmin o 20 mini qaytarmalıdır alıcıya. Həmin o makler və vasitəçi 20 mini qaytarmalıdır həmin alıcıya. Çünki bu 40 mini satıb 40 minə torpağı, halbuki torpaq bunun mülkiyyətində deyil. Torpağın maliki, torpağın sahibi 20 minə satır. Bu isə torpağı 40 minə satıb, halbuki torpaq bunun mülkiyyətində deyil. Lakin buna nə verilə bilər, nə götürə bilər? Həmin o 20 minə ki, torpaq satılır və bu da müştəri tapmağa kömək eləyir. 20 mindən müəyyən bir pay götürə bilər və şeyx deyir ki, bu da qayıdır həmin o tərəflərdə, o yaşadığı yerlərdə adətən maklərə nə verilirsə, şirinlik kimi, köməkliyə görə, təşəkkür kimi nə verilirsə, o verilə bilər. Onu götürə bilər.